Azərbaycan Milli QHT Forumu son 2 illik fəaliyyətinə və planlarına dair hesabat xarakterli mətbuat konfransı keçirib. Hazırda forumun yüzlərlə xarici QHT ilə tərəfdaşlıq münasibətlərinə malik, qlobal və regional təşəbbüsləri ilə tanınan nüfuzlu milli təşkilat olduğu diqqətə çatdırılıb. Bildirilib ki, mayın 14-də Bakıda Qlobal Cənub QHT platformasının baş assambleyası keçiriləcək. Tədbirdə 130-a yaxın ölkədən QHT-lər iştirak edəcəklər. Bu proses davam edəcəkdir. Əlbəttə ki, Rami müəllim bu suala cavablandıracaq. Qoşulmama hərəkatına bildiyimiz kimi Azərbaycan 2019-2023-cü illərdə uğurla həmsədrlik etmişdir və bu təşkilata, bu hərəkata 120 ölkə daxildir. Bu ölkələrin 116-sı Qlobal Cənub QHT platformasında cəmləşib. Necə ki, qoşulmama hərəkatının parlament şəbəkəsi mövcuddur və həmçinin onun gənclər platforması hazırda ölkəmizdə fəaliyyət göstərir və beləcə də onun qeyri-hökumət təşkilatları şəbəkəsinin ölkəmizdə yaradılması məqsədə uyğun olardır.